Yaxın gələcəkdə biz 2 yeni milli park yaradılmasının şahidi olacağıq, hansı ki 10.000 hektarlarla ərazini əhatə edəcəkdir. 2020-ci ildən 26-cı ilə qədər 40.000 hektar ərazidə meşə bərpa tədbirləri həyata keçirilir. İlk dronlarımızı alacağıq, hansı ki bu sahədə tətbiq eləyəcəyik. İlk olaraq biz İsmayıllı meşələrini, öz zənginliyi ilə fərqlənən meşələri seçmişik. Heç bir qurum tam deyə bilməz ki, biz bu mühafizəni 100% həcmində təmin edə bilirik. Burada mütləq ictimai iştirakçılıq təmin olunmalıdır. Ekologiya və Təbii Sərvətlər naziri Rəşad İsmayılovun ARB 24 və Trend Beynəlxalq İnformasiya Agentliyinə geniş müsahibəsinə 18:00-da baxa bilərsiniz.